Hər kəsə salam. Bu günləri gedirik Qəbəliyə. Gördüyünüz bu 5 nəfərlə Şahmuraddır, Elvindir, Riyaddır, soldan ikinci, sağdan axırıncı da Ülfətdir. Bu uşaqlar yarışa hazırlaşırlar. Gedirik həm yarış üçün hazırlıq görək, həm məşq eləyək, istirahət eləyək, dincələk, maraqlı vaxt keçirdək komanda olaraq. Və ən vacib nüanslardan biri bugün ayın neçəsidir? 22-si. 22-si Şahmuradın adı günüdür. İnşallah bir də əl çalırıq, təbrik edirik. Kommentdə də kəs təbrik eləsin ki, Şahmurad. Təbrik edirəm, Şahlazer. Hamı o elə tanıyır, Şahlazer deyir ona. Heç də uşaqlar, gedək baxaq görək başımıza nələr gəlir. İnşallah sağ-salamat yola verək hər şeyi. Yolda biraz bir-iki videoları çəkəcəyik. Axıra qədər baxın, çünki bu video sırf Qəbələ vloquna aid olacaq. Uşaqlar, gəldik bir də yola çıxmışıq marketə də. Araz marketində reklamı getdi burada. 6 sekund. Tez hamı marketə. Hər şeyi də yığmışıq maşına. Acımısan ha Elvin. O nədir əlindəki? Pizza. Pizza yeyirsən sən? Tərbiyəsiz. Sən nə yeyirsən? Mənim siz yiyəm. Belə pizza olar ha. Pizzanın üstünə 2 dənə pomidor vurublar, veriblər bunlar. Hamısını ayrı-ayrı hesablar. Bunlar çünki aralarında bu dəqiqə qırğın düşəcək ki, mənim 5 manatımı ver. O deyir 3 manatımı ver. Elə çək də Elvi, çək oradan dayı. Nə tər yeyirlər? Atmışsan əməlli başlı. Hə? Hı? Dadı var kişi kimi. Dadı var. Maşallah Şahmurad sürəndir. Gedirik yaxşıca. Bunlar da ki bizim avaralar. 1 saatdan çoxdur yoldayıq. Maraqlı söhbət eləyə vaxt gəlib keçdi, getdi. Heç bilmədiyinizi getdi. Düzdür, çox şey kadra ala bilmirik. Çünki başımız qarışır söhbətlərə. Şahmurad, boksa gələndən həyatında nə kimi dəyişikliklər olub? Bir 27 yaşlı cavan şəxs kimi. Danış görək biraz, örnək ver səni izləyənlərə, məsləhət ver. Boks mənim bombadır. Bombadır? Bomba zat deyir, boks. Nə bombadır? Bomba başqa şeydir, boks başqa. Elə sözlər deyirlər ki, maariflənsin də, cəmaət maariflənmək üçün baxır bizim kanala. Sən o danışandan sonra mən nə deyim? Yox, sənin öz şəxsi fikrin olmalıdır da. Doğrudan zarafasız boks. Çox gözəl bağlı. Aha. Yəni ora mən gələndən həqiqətən bütün işdəki əsəb, stres hamısı zalda elə bir itirdə yəni bildi. Məşq də buraxmır, konkret. Məşq konkret, yəni bir nömrəli disiplin, gecədən axşama qədər. Mən elə gedirəm, lazer eləyirdim, mən gedirəm. Lazer eləyirdim, məşq eləyir. O qədər. Yəni ki, uşaqlar, boksu sevmək lazımdır. Ülfət, sən yaxın gəl. Gəl görüm səndə boks nələri dəyişib, de görmə də. Mən boks məndə mənim. Hə. Uşaqlıqda kəşf bilsəydim mən boksa gələrdim. Uşaqsan da elə. Neçə yaşın var ki? Futbolun yerində uşaqlıqda. Elə uşaqlıqda. Elə dedim yəqin 30 yaşlar var. İndi neçə yaşın var? 15. 15. Neçə aydır məşğulsan boksuna? 4 ay. 4 aydır. 4 ayda neçə dənə yarışa çıxmısan? 2 dənə. 2 dənə. Uşaqlar, yəni normalda 7-8 aydan aşağı məşq edən uşaqlar yarışa çıxmır. Sadəcə olaraq Ülfət yaxşı inkişaf elədi, üstündə işlədi. Yaxşıca boksu qavradı. Ona görə də yarışlarda artıq iştirak eləyir. Hələ də özlərində işləyir. Dediyimiz kimi Qəbəliyə də gedirik. Orada yaxşıca məşq eləyəcəyik. Amma ki, istirahəti yaddan çıxartmaq olmaz. Düzdür, bu 3 günlük ola bilər ki, idmançı qidalarından biraz uzaq duraq. Çünki burada məqsəd həm də dincəlməkdir. Qış aylarında ancaq bütün diqqət məşqdə olur. İstədiyimiz kimi istirahət eləyə bilmirik. Amma bu arada lazımdır. Lazımdır ki, insanın beynində sıfırlanma geçsin. Çünki insan gecə-gündüz dayanmadan məşq eləyəndə bir müddətdən sonra o idmandan sıxılmağa başlayır. Həmin o proseslər insanda yaranmasın deyə belə şeylər çox vacibdir. Arada həm gəzmək lazımdır, bütün problemlərdən uzaq durmaq lazımdır. İnşallah ki, siz də bizim komandaya qoşulsaz, görəcəksiniz ki, həyatınızda yeni proseslər əmələ gəlib. Elvin, gəl. Gəl görək. Səndə boks nələr dəyişib? O yanındakına şapalaq vur, oyansın bir də. Əsas boyum artıb. Aha. İkinci ən vacib şey Boyun nə qədər artıb? 2 sant artıb. Dəli danışsan. 1.30 idi. 1.60. 1.30 idi.
Sən boyun yox idi, doğuşum o vaxt. Yox ki bir şey. Aha. Ən əsas tanınıram müəllim. Tanınırsan? Nə kimi tanınırsan? Riyad, səndə boksda nə dəyişib? Borzuluq eləmə, normal danış, səmimi danış. Çox şey dəyişdi. Nə? Çox şey nə? Bilindir. Hə? Müəllim. Çox şeydir. Yoxun nə dəyişib də? Uşaqlar, onda Prezagruska getdi, o birazdan cavab verəcək. Bu Riyadda biraz elə bir ki, baza qıtlığı var. O Azərbaycan lüğətini tam oxuya bilməyib də, sözləri düzgün qura bilməyib. İndi o birazdan sözlər deyəcək, cümləni biz quracaq. Davay, başla. Çox şey dəyişdi. Bu görürsən, tək kasetdə biraz da xarablıq var. Düzəlsin, qaydacaq sizə. Sağ olun. Gəldi uşaqlar, burada normal qutabla ayran oxşuyur. Şahmurad dedi qəşəng qutab verirlər burada, Elvin. Ona bax, nə tərs. Samavarın niyisinə bax, samavarın niyisi götürüb bura. Bu özü də buradadır. Yazılı mənim qutab burada. Qutablara bax, göy qutab, qarın qutabına hazırda gəlirlər. Bax, çox məyusuq bu dəqiqə. Ayran yox imiş. Ona görə də qayıtdıq təzədən gedirik başqa yerə. Riyad pis olmusan? Çox pis oldu yəni. Həqiqi. Ayran Həvəslənmişdi. Həvəslə gəldik ki, oğlum, normalni, qəşəng təbiəti, zadı, obyekt özü yaxşıdır, amma açıq niyə taxdın ki? Bayaq demədim mən ki, gün yoxdur, açıq taxmayaq. Gözün ağrıdı mən. Gözün ağrıdı? Harlem Shake stil. Nəysə uşaqlar, gelirik başqa yer axtarmağa. Gəldik belə bir yer tapdıq. Uşaqlar tökülüsün görün maşınından. ayran var. Hə, ayran olacaq, gəlin, gəlin. Gəlin görək burada ayran var yoxsa yox. Özüm ölüm. Bir dənə ayran tapamadıq ki, içək. Hə, gəlirsiniz? Elvin alcıb. Burada oturarıq. Birinci soruşaq görək. Uşaqlar, deyəsən bir dənə də yer tapdıq, qutab yeri. Bay, nə yazılıb? Bəy bağı məktəb. Qutab orada qabaqda Qutab var. Oyda, oxşuyur qutaba. Uşaqlar, axı ki qutab tapdıq. Bayaqdan neçənci yerdəyik, hədə qutab yoxdur. Hə bax, qutabların hamısını yemirsən, eşitdin. 4 dənə zakas verirsən, 3 mənim bilirsən. Şahmurad, Bəli. açıqı taxmamısan. Yəqin gün yoxdur. Açıq düşmür, deyil mi? Açıq taxan kimi Açıqı taxan kimi qutab qutarır. Nəysə, gedək tualetə. Hər kəsə maraqlı ki, dağın döşündə tualet hardadır? Dağın ətəyində. Döşündə yox, ətəyindədir tualet. Yəni orada kim girsə ora, bombalıq aşıb gələcək o tərəfə. Riyad, əlini çıxart cibindən, camaat var, ayıbdır. Borzu gəlir. Durun bir dənə şəklinizi çəkeyim uşaqlar. Ay sağ ol. Elvin yoxa çıxdı. Elvin salın ortaya. Ay sağ ol. Elvin, bu nə şortik geyinmişsən? Hə? Mayka ilə gəlmişsən Elvin. Baxın görün mənə. birinci yaxşı düşür. Riyada bax. Uşaqlar soldan birincinin instasını verəcəm. Ayranları görən kimi sevinirsən. Nə süslər, nəysədir. Sən içmirsən ayran? Ayran yoxdur. Görmədim. Nə içsə? Qardaşım bir dənə də stəkan verərsən sənə zəhmət. Faydalanaq. Birinci stəkana süslər. Aha. Nəhlini, oyna Elvin, oyna. Baxım görüm nehriyə oxşayır, deyirlər nehri ayranıdır. Dadına baxaq ki, çək görün, mənim dadına baxım deyəcəm sənə. Nehri ayranıdır, yoxsa şeydir. Kim atdıq, qatıq alıb, su ilə qarışdırıb. Sən zab nehri ayranı. İç görün. Nehri ayranına oxşayır o gör. Bu nə düşdü? Soxublar ya hesab o. Ay aman, qutab deyirəm sənə. Ye, Elvin, bas geçsin bədənə. Götür bir dənə çək dişə. Ürəkli ol. Bas tələ geçsin. Ay aman, ağzı o boyda açma da, işlidir, yandırar səni. Yaxşıdır? Zordur? Bas geçsin. Uşaqlar, gəlin sizə də qutab çəkib tez. Get bura qavvı. 2 dənə sənin. 2 dənə, get bura qavvı. Ay sağ ol. Oy, sən qutabın biri buradadır. Biləməli. Onu bildin də Şahmurad. Mən onu nəyə görə elədim? Bunu bura qoymaq üçün. Diviziyal olmaq lazımdır uşaqlar. Öyrənin, belə şeyləri götürün. Hə uşaqlar. Şahmurad nətərdir dadı? Öyle tutuyor. Orta. Tam da oldu. 10 üzərindən neçə verirsən?
puan olaraq. 9. O biri niyə kəsdin? Tam odur. Tam odur. Mən biraz sumaq yənəm uşaqlar, sumağı xoşlayıram. Baxaq görək. Sumaqdan sonra qutab nə göstərir? Qarın qutabı yoxdur burada. Ət qutabıdır. Ona görə bismillah. Sağ əllə yeyir. Sen ne diyorsun? Görməz. Mən əslində qatıq deyildi. Dadına baxım deyəcəm. Sen Fikirləşim daha doğrusu. Uşaqlar, xəmiri çox qalındır. Amma ətin dadı yaxşıdır. Sonun köhnə ət deyil. Sadəcə xəmiri biraz nazik olsaydı daha yaxşı olardı. Səndə də xəmir qalındır. Belə də pisdir. İşte, öpürəm, nuş olsun. Qutabımızı yedik, biraz uşaqların fikrini alaq. Şahmurad, nə deyə bilərsən qutabla bağlı? Nə deyə bilərəm? Mənim qutab gəldi, məndən qatıq gəldi. Qatıq deyə qaldım mən. Qatıqlayanmasın. Nəsə yiyənmədik uşaqlar qatıqdan. Ha, siz nə deyə bilərsiniz qutabla bağlı? Biraz yaxın gəlin. Çok qəşəngdir. Hə, Amma biraz çox yağlı. yağlı idi. Çox yağlı. Xoşlamadın onda. Xoşladım amma belə çox yağlı. Elvin sən? Mənim qutab həmri qalın idi, yağı az idi. Az idi. Az idi yağı. Bəs sən nə deyə bilərsən Riyad? ben kutaba beğendim. Prosta ayran beğenmedim ama. Ayran bəyənmədin sən? Açığı uşaqlar mən bəyənmədim. Nə ki, heç demək olar ki, belə pis çıxmasın. Dadı o qədər ürək açan deyildi. Çox qalın idi. Yağı çox idi. Həm də heç belə də o qədər də heç hiss eləmədim demək olar. Ayran vəbşə suya oxşuyurdu. Qaqaş dedi nehri ayranıdır. Hə, amma elə bir ki, su qatmışdılar tərkibinə. Heç nehri ayranın adiyyəti yox. Ən müəmmalı məsələ qiyməti idi. 10 dənə qutab, bir dənə ayran, yəni 34 manata başa gəldi. Düşünürəm ki, çox biraz böyük qiymətdə, səncə? Yəni rayon yerinə və balaca xudmani bir yerdir. Deyim ki, orada böyük bir arenda yeri var və yaxud da çox dəhşətli ləvazimat işlənib, yox. Amma ki, təbii ki, halal xoşları, indi o başqa məsələ. Sadəcə olaraq qiymət biraz yüksəkdir. İndi hesablayın görək. 34 manat biz açılı qiyməti soruşmadıq. Nəyə əsasən qiyməti deyiblər? Qutabın qiyməti neçədir, ayran qiyməti neçədir? Mən də o maraq ki, qutab neçəyə düşür? Qutab neçəyə düşür ki? Balaca bir dənə qutab. O neçəyə düşür ki? 10 dənə qutab, bir ayran 34 dənə. Heç də uşaqlar, hal-hazırda Qəbəliyə qar yağır. Daha doğrusu biz güya buraya gəlmişdik yayda, nə bilim, hovuz, günəş, zaqar, zat, amma baxın, göstərim. Maşını görürsünüz də. Bax, işləyir. Çöldə yağış var. Hava da buludludur, əməlli başlı. Yağış yağır hal-hazırda. Yəqin ki, biz ora çatan yaxın biraz günəş saçılıb ellərdə. Səhər saat hal-hazırda 10-a işləyib. Hə? 15 dəqiqə. Heç uşaqlar görə başımıza nə iş gəlir? Hal-hazırda planlamışıq Tufan dağa doğru hərəkət edirik. Uşaqlar gəlib çatdıq Qəbəliyə. Elvin, neyinisən ay qaqaş? Məməcüklərimi qoymusan Qəbələdə. O nə də? Kin gün bu köylərin üstünə baxım tez. Dil. Ona dil nədir? Bu nədir ki? Maşkasan sən? Uşaqlar, qutqamızı axtarıq. Buralar soyuq imiş. Biz də düşünürdük ki, burada bir 100 dərəcə isti var, amma təəssüflər olsun. Bu nədir? Bu mənim məşhur şəptim. Hamının o bildiyi məşhur şəpti, amma başqa formasıdır. Hal-hazırda qutqamızı axtarırıq ki, Elvin, qutqa gətirməmisən? Oy da töküşdürdüm mən hər şeyimi. Bu nədir? Ola gün açıq ki. Bu gün yoxdur, amma ki, yağışda da taxmağın mənası yoxdur. Ötürün uşaqlar, hələ ki, burada vəziyyət qarma-qarışıqdır, yağışa düşmüşük. Mənzərə yaxşı deyə, prosto minəcəyimiz şey var. Mənzərə özüdür. Biz nəsə minəsi olmadıq. Ona görə ki, bizi minəcəkdilər minsəydi. Qiymət normal idi, çünki bizdə indi belə pismasın özümüzə uyğun büdcəmiz vardı. Uşaqlar indi həm büdcə ayırıb. Belə pismasın bizə lazımdır ki, uşaqların ürəyincə olsun. Məsələn, kanatlar neçə 4 dənə yerə gedəcəkdi, bir nəfər 27 manatdan, bizdə 5 nəfəri maraqlı bir rəqəm alınacaqdı. Bizə də
həmin o pullar idmançı üçün daha əlverişli istifadə edə bilərik, düz deyil? Fikirləşdik ki, ona daha başqa bir şey. Ay, sağ ol. Gəldi Nohur gölə. Nargül bağlı. Bağlıdır? Bağı, bağı. Bağlıdır. Bilirsən, bağlıdır. Qaqa, hər yer bağlıdır. Hara getdiyi bağlıdır. Ay, yatmışdınız. Ay, gəlin qutarın görək də. İnşallah gəlmişik çay içməyə. Vəziyyət necədir cavanlar? Yatdılar. Hava superdir, ləzzətli havası var. Maşallah ləzzətli samavar gedir burada. Şahmurad qaqaş, həzz alırsınız. Hər şey bomba. 3 dəyədən 4 dənə. Ağzının içini çəkdirmək bir yandan. Şahmurad, içə bilirsən rahat qaqaş. Qəşəngdir. Ləzzət ellah, tüstü də çıxır, maraqlı görünür buradan. Hə? Sən yan baxma, düz bax. İnşallah çayımızı da içdik. Hava da super olub. Şahmurad, ləzzətli hava. Şəkilimizə bir dənə baxın. Şəkil də çəkdim. Qəşəng, bomba düşüb bax o da. Allah. Xala orada kimisə söyür. Xalanı çəkmirəm, apasındır. Burada maraqlı şəkil çəkdirmək olar deyirsən. Gəlmişik Qəbələ Olimpiya İdman kompleksinə. Görək burada bizim üçün boks məşqləri eləməyə şərait yarada bilərlər. Uşaqlar, gördüyünüz kimi kompleks buradır. Görək burada bizim üçün məşq eləyəcəyimiz bir şərait var, yoxsa yox. Təəssüflər olsun ki, burada boks məşqləri yoxdur. MMA məşqi var. İndi müəllimlə danışdıq, alınsa paraya gələcək. Amma ki, futbol akademiyası var. Orada dedi ki, boks məşqləri keçirilir. Gedirik ora. İnanırsınız, bəlkə də bir 4-5 dənə yerə gəldik. Komplekslərdə. Bura haradır? Futbol akademiyası kompleksi dedilər. Orada boks zalı olmalıdır, yoxdur. Olimpiya İdman kompleksində yoxdur. Bir-iki yer var, orada dəydi. Deyəsən, Qəbələdə heç kim boksla məşğul deyil, hə? Bəlkə də gizli məşq edir. Bu yaxşı söhbətdir. Uşaqlar, tanıyırsınız bizi? Osman'ı tanıyırsınız? Jim Osmanski tez. Qatığı tut, Jim gedəcək. Bu bir tərəfə. Ay, görmürəm. Görmürəm, qalx, orada elə, dibdə. Elə, aç sal, orada elə. Oy, yaxşısa, qalx, aferin sənə. Öpürəm uşaqlar, sağ olun. YouTube'da özünüzə baxarsınız. Özünüzə baxarsınız YouTube'da. Ay, gördün də cəmaət nə tərcümə edir? Bir də şümə eləməli. Uşaqlar, gəldik, çatdıq. Allah şükür, sağ-salamat evə. At görüm, var atan, tez. Açın, aşağıdakını da açın. Əli çıxar da cibindən. İşte var atan at. Gəl. Neftçala xərçəyə xoş gəldi. Şahmurad Lazerolu. Nə oldu, getdi mən. Qalacağımız yer buradır. Maşallah qəşəng görüntüsü var. Gedək yaxınlaşaq hovuza doğru görək. Nə var, nə yox orada. Ay, neynirsən, oturmuşsan sən? Hə? Dincəlirsən? Necədir yerlənmək? Bomba kimi. Partlayıb eləyərsən, deyən görək. Hovuzumuz isti hovuzdur həm də. Gün də çıxıb qəşəng. Şahmurad. Nə zor şortikün var sən, qaqa? Qaqaş, aysa. Bura Elvinin şeydə, kaçellisi. Burada da yəqin ki mangal sama var. Burada da uşaqlar. Birazdan mən varam. Başlayacaq birazdan məşqlərə. Uşaqlar, bu bizim qalacağımız ev. Mətbəx çox gözəl. Hər şey şərait. Ən gözəl bu hissədir. Oturacağımız hissə. Buradan çölü də rahat şəkildə görürük. Yatacağımız isə Elvin. Sən mənlə burada yatacaqsan. Burada.
Biz ikimiz bu otaqda yatacağıq. Uşaqlar da burada yatarlar hamısı. Ve burada. Hərəsinə bir dənə kravat. Biz ikimiz də hər yat. Kuzu yapıb yatacağıq. Elvini cəzalandırıram. Davay getdik 1. Sinə vur yerə 2. Qalx ayağa. Qalx tək ayaq üstə. Mən gedirəm, gələndən qədər bu vəziyyətdə qalırsan. Yavaş-yavaş əynimi dəyişim. Komanda verək, düzlən fərəqət, sonra başlayaq məşqə. Düz deyirəm. Nətər qaralmışam? Bomba kimsən? Ya, Sən qaralmışam normal. küreyin nəyə düşün deyər mənə? Həqiqi. Əri. Nəyə dəyər? Nə bilim nəyə düşün də mənə? Getdi yanda. Ay avara. Buyur, xeyirli olsun tərlədən. Yarışa görə çəkini salmaq lazımdır. Davay geyin onu. Geyin lapa, zat. Kaskalavı qətmisən. Canavar stil. Vəhşi yabani. Ay sağ. Şalvarıdır o. Köynəyidir. Tərs tutmuşsan. Ha Elvin. Geydini tərlədən ver. Bomba kimi hazırsan krosa. Gəlin uşaqlar. Gəlin. Başlayırıq. Uşaqlar, gördüyünüz kimi burada peyin iyi qarışıb oksigenə. Bu oksigenlə normalli kros qatacağıq. Hazırsınız? Tamam, getdik. Qaçırıq uşaqlar, qaçırıq. Gördüyünüz kimi kardiyo işləyirik, əməlli başlı. Podyomdur. Yaxşı qalxacaq. Qaçırıq uşaqlar. Davay cavanlar, davay. Sürəti artırmaq lazımdır. Yuxarı. Getdik uşaqlar, qabağa, arxaya, sola, sağa. Sürətli şəkildə. Əyildik qabağa, arxaya. Dizlər qabağa. İşləyirik, ayaqlarda qalma, uklon roklar. Aferin, döndər bədənivi. Sürətli zərbələr yaz. Sürətli, Şahmurad qalma yerində. Davam, işləyirik. Artırıq sürəti. Sürət, altdan zərbələri işlətmək lazımdır. Qarna, başa. Altdan. Yandan. Atdıq zərbələr vururuq. Davam, sırazı qaçaraq götürmək lazımdır. Əksinə. Ay sal, davam. Davam, artırıq. Gedirik paraya. Para işləyəcək. Davay uşaqlar, davay. Tempdə qaçmaq lazımdır. At sonra. Cavanlar bağlayırlar bintlərini, cırışma başlayır birazdan. Riyada bax, borz gəlir. Birazdan olacaqlardan xəbəri yoxdur. Elə bilir ki, hər şey yaxşı qutaracaq bunun üçün. Dayı demir ki, bağlayayım bintlərimi, gəlirəm. Uşaqlar, yaxşı bağlayayım bint əlcələrinizi. Şahmurad, birazdan məndən para işləyəcəksiniz. Yaxşı. Riyadanı qaçıb gizləyib. Riyad! Haradasan ha? Riyad qorxum əli. Hara qaçıb gizləmirsən orada? Hə? Para istədik də. Birazdan başqa gələcəklərdən xəbərin yoxdur sən deyəsən. Yaxşı hazırlaşın. Ülfət. Bəli. Qaçıb gizlənmə ha. PlayStation var idi. Niyə getməmisən bəs? Mən də var. Var idi gətirərdiniz də. Gəlin nə əlcələr? Elə buna görə də basıb döyəcəm hamımızı. Tez olun. Bunlara bax ya. Niyə getməmisən PlayStation-ı? 5-4-də.
5 idi səndə də. Məndə 4 il üstünə qədər oyun var. Sağ ol da, sağ ol. Ağılla işləmək lazımdır. Hə, vaxtında cavab. Yo, tək zərbələrlə, tək. Vuran moment qarşılamaq lazımdır. Hə. Aysa qarşılayırsan, vaxtında qarşılayırsan. İşte ayaqlarda oyna. Çox qalırsan zərbəsiz Elvin. Hə, işləyim, vuran moment qarşıla. Şahmurad qarşılamırsan, qarşılamaq lazımdır vuran moment. Davay, işləyirik. Ha, vaxtında. Çıxdın, cavab verdi Elvin. Çox gözləyirsən, vuran moment qarşılamırsan, qarşılamaq lazımdır. Yaxşı Rüfət, bax belə. Ha, işləyirsən, ayaqlarda. Ayaqları işlədin. Hop, yaxşı. Cavab ver Elvin. Qarın baş işləmirsən. Üstünə yıxılma da. Zərbə at. Yox, vuran moment qarşılamaq lazımdır. Davay, işləyirik. Hə, cavab ver. Çox gözləyirsiniz, uşaqlar, çox gözləyirsiniz. Davay, ikinci dəqiqə. Oldu. Uşaqlar, necə keçdi para? Məşq, sparing. Uşaqlar, nə oldu, belə danışa bilmirsiniz deyəsən? Ya mən yaxşıyam mənim. Yaxşı. Mənim elə tiyara vursaq belə olarıq. Uşaqlar, getdik yüngül pres, tulları hovuza. Davay. Ağır məşqdən sonra neynirik? Hovuza tullanırıq. Şamurad. Bəli. İkisini də arxadan itələyirsən, davay. İkisini arxadan itəllə. Hə. Sən də. Sağ. Üzür. Çəkirəm, çəkməyinə. Onda gözlə. Necədir? Dincəlirsiniz, normal. Yarış elli, müəllim, yarış elli. Nə yarışı? Kim suyun altında çox qaldı, Hə. ona Red Bull alınır. Mənə Red Bull alır həmin adam. Kim tez çıxdı o mənə Red Bull alır. Biz Sizə niyə Red Bull alsınlar ki? Kim tez çıxdı? Hə. Axırın çıxan Red Bull alır, ikinci çıxan neytral deyək. Yo, kim tez çıxdı mənə Red Bull alır. İndi baxın da. İkinci çıxan sağ alsın. Hə. Üçüncü çıxan birinci alsın. Yo, birinci çıxan mənə alır. İkinci çıxan ondan sonra çıxandan əvvəlkinə çıxan, yəni axırıncıya alır. Ən gec çıxana. Hə? İkinci birinci alır, üçüncü sağ alır. Yox. Birinci çıxan, birinci sudan çıxar. müəllim, birinci, ikinci çıxan Red Bull alır. İkisi də. Sağ ol, şu. Ha, üçüncü çıxan. Hə, hazır ol, bax çəkirəm ha, diqqətlə. Ancaq da müəllim belə yox ha. Yo. Başla Hamı suyun içinə girir. Hazır ol. Hə? Oynamıram. Mənə dəxli yoxdur. Davay. Oynamır o 2 nəfərsiz. Yaxşı, davay. Üç səfər. Hazır. Sən say. 2, 3, rək, getdi. Hə, Elvin, səncə, bu Elvin də girdi ki. Aha, canavarlar. Dözümlüdürlər ha. Elvin, başını sal aşağı Elvin. Yalandan orada cəmaata şey gəlmə. Şahmurada bax, dayanmır qaqamız. Görək indi kim get çıxacaq. Nə oldu? Mən oynamadan gözüm orta girdim, gözüm yandırdı. Mırtabaq kəndindən gəlmisən sən? Hə. Gözüm pis yandırdı deyə. Yox, qoy yandırsın. Su necədir, istidir? Bomba kimi deyə. Həqiqi. Aha, Riyad. Riyad sən mənə alırsan, öldü söhbət. Mən axırıma toxun deyə. Mənə heç bir adiyyat yoxdur. Ay, yaxşı, Şahmurad. Uttun, sağla öldü bəlkə bu, bunu çıxardım. Açıqdır. Qəşəng Şahmurad. Deməli, qulaq as mənə. Riyad alır mənə.
Deyə bunun adı nə idi? Ülfət də alır sənə. Çağırmasını qalırdım ha. Ha, bilirəm, mən sən canavarsan. Məşqdən sonra normal getdi. İndi biraz da gedib mağazada alış-veriş eləyib. Görək, qismət olsun, inşallah kebab çəkəcəyik. Hücum əlim axşamdır. Gedirik axşam bazarlığına. Qəşəng normal. Şofirlər yer dəyişib. Ay, bu indi təpi vuracaq bizə. Keç görmə oyunu. Oy. Dəymişdi. Oz qola inəklərlə toqquşmuşduq qaqa. Riyad nətərsən? Sağ ol sən də. Hə, uşaqlar. Acmısınız kişi kimi. Aclıq var. Hallar yoxdur. Bayaqki sifətə var, indiki bu sifətlərə var. Hamısı sifət sönür. Gedək maraqlı bir şeylər alaq, gedək pişirək. Gəl. Sürəlməyim. Gətir maşını görək bura. Normalni bazarlıq gedib Şahmurad. Elvinə bax gətirir, dayanmır. Buna bax hələ. Buna bax. Bir dənə normalni qarpız seçdi. Bax gör hansı işləyir. Nə ilə gəlir ki bunu götürə bir kal çıxacaq. Çal çıxacaq. Bizə yetişmiş lazımdır. Onda bunu götür. Ya belə baxıram sənin qarpızdan başın çıxmır. Qardaşca bizə kömək edirsən. Maşallah, demək olar ki, şako, hər şey almışıq. Düzdür? O nədir? Məlli. Ha. Saatlərdən o. Ay, başdan xarab çək salırsan, o nədir almışsan? Biz bir yerdə 2 gün ərzində yedik, 3 gün ərzində yedik. Hə, uşaqlar, sonunda bazarlığımızı da elədik. Şahmurad, demək olar ki, hər şey aldıq, hə? Şamran nefis çox şey aldı. Almadığımız heç nə qalmadı. Yox, Şamran nefis çox şey aldı. Müftə. Ha, mənim Red Bullum hardadır? Bagajdadır əməlim. Hə, sən onu niyə qoymuşsan bagaca? Hə? Müəllim, Onu mən içməyə almışam, yoxsa o bagaca istidir, qoymuşam? əməlim sizə görə qoydum ki, evə Hə, yerləmez. bu biz qabaqdan oradan dönməli deyildi. Soxum geçsin, bas geçsin. Hə, uşaqlar, şo. Bazarlıq hazır. Qaldı nə? Cavan oğlan. Sənlikdir də hər şey. Düzdür? Davay, getdi. Hə, indidən toyuqlarımızı da açaq. Tökək, buzu açılsın, hə Kamran? Buzu açılsın ki, qaqaşlayın, kababımızı çəkək də. Biz kabab yeməyik. Samavar hazırladı. Samavarı hazırlayırsan da orada. Vəhşi şeysən də sən. Bu məşqdən sonra və yaxud da istirahətdən sonra bu kabab mütləqdir, bunu bilirsiniz. Özdəki idmançı adam yeməsini kim yesin? Adama sual verirlər ki, idmançı sən yemək kim yesin? Bax, mən dəli oldum. Ha, xottamız ağacı onu. 100% mənim. Nə vaxt çay içəcəyik biz indi? Yəqin ki 5-6 saat. Ha, bunu xotlamaq hər adamın başçısını deyir, ha Şahmurad. Canavar kimisən, maşallah. Ay aman. Sənətkar yaradır da. İndi bundan bir dənə kabab çıxardacaq bu oğlan. Bu Neftçala stili də. Neftçala stil. Hə, Neftçala. Hara alsan? Neftçala xərçək. Şahmurad bunu hazır elədi. İndi birazdan bunun pişmiş variantını görəcəyik. Ay maşallah, nə dəmimizi də alaq, hə? Qalamısan yenə. Yaxınlaşdır onun səsini eşidir. Səs eləmə onu da. Yüngül də çay çək. Bastırma özünü tutunca, uşaqlar da şişləri yuyunca. Bayaqdan uzaqlar, işləmirlər. Şahmurad ava dayanmır. Şahmurad usta, Allah razı olsun səndən. Çox dəstək göstərdin bizim qarnımızın doymasında. Heç uşaqlar kabı gözləmək lazım. Alan oğlan, sən nələr eləyirsən belə? Maşallah gözləməsin. Görürsən də, özdəki Şahmuradın ad günü də, bilirsiniz də, amma bilir bunu. Öz ad günündə özü işləyir, özünə qulluq edir, maşallah. 27 yaş bu bizlə keçdin də, öpüşüm. Necə hissdir bizi tanımaq? Saç ki, biləm tanımazdın, amma de görüm, nöş tanıdın bizi. Kimi tapdın sən məşqə başlayandan? De görüm, 27 yaşda. Ha, Şahmurad hazırdır, maşallah manqala hazır eləyib cavan oğlan. Əhsən. Ya, səs eləmə. Ay aman. Bunlar ne inir burada? Niye kırışırsınız? Ben qabımı öyrədirəm. Qab yu da, sən qab yumamsan həyatında bala. Bu günləri yuyassan. Davay. Yəni bir gün oturtmayım lazımdır. Ha, sən də oturma boz orada. Yaxşı, hər yerinə açsa, əlimi sal içinə. Aferin, bax belə. Sizdəki dincəlin də. Bu çünki birazdan bütün qabları siz yığışdırıb yuyasınız ona görə. Yaxşı dincəlin. Sən mənə bax, sənin son işindir, rahat ol.
Ay aman, maşallah, maşallah. Qaqaş, mənim sən sözüm yoxdur ay qaqaş. Ay aman, yavər Şahmurad usta. Elvin, gəl görüm nətər doğramısan. Ləzzətli. Və soğanın üstünə qışqırmısan, olan bir soyardın da, bu nədir? Dalaşmısan pomidoruna? Mənim biraz var var idi. Yaxşıdır, yaxşıdır. Şahmurada bir dənə reski fırlarıq. Şahmurad ücü yarısını çəkib bura. Mətər bax, bir də mənə bax. Baxın buna. Bax, özünüz qiymət verin, bax. Qiymət neçə aldı onu? 15 manat. Maşallah, komanda işi öz sözünü deyir də, hər yerdə, hər zaman. Yatıraq ağımdan. Halaldır uşaqlar sizə, əhsən. Maşallah, gözəl nemətlərdən uşaqlar. Dadın, nuş olsun. Birinci növbədə Şahmurada təşəkkür edirik ki, Sağ olun. belə gözəl bir yemək bişirdi bizim üçün. Sizə də təşəkkür edirəm ki, yaxşısa doğramısınız bu pomidor xiyarı zadı. Qablarımı hazırlamışam. Necə? Qablarımı hazırlamışam. Sən yumsan qabları. Hamısını. Yumusan əsas. Yumuşam. Sən nə eləmsən? Doğramışam əllim qarpuzu, nə bilim, soğanı. Yaxşı, yaxşı. Pomidor. Hə, yaxşı, yaxşı. Başlayaq inşallah. Hə, yoldaşlar. Öpürəm hamınızı, nuş olsun. Hər zaman belə mehriban komandanın həm adını yüksəldək. Bilmirəm burada komandanın adını yüksəldirik. Amma ki əsas odur yeməkdə yaxşı yüksəldik. Düz demirəm? Bəli. Yaxşı yeyə komandanın gücünü göstərək. Çəniyə güc vermirik, çörəyə güc vermirik, ancaq gücü verin ətə. Eşitdiniz məni? Bəli. Davay, nuş olsun. Sağ ol. Öpürəm. Şahmurad, öz bişirdiyin yeməyin dadı haqqında nə deyə bilərsən? Mən o özüm deyənməyəm də siz deyin. Yox, sən özün də bir dedə. Normaldır. Normaldır. Sən bəsliyat necə bişirib? Həqiqətən bəyəndin. Sən? Ağladım mənim. Super. Sən bəs Elvin. Bəli, mən belə şey yeməmişəm. Yalan söz. Bəli. Sağ ol, sağ ol. Ha, normalni bunlar diviziyadadılar ki. Yatmırsınız bala. Belə hovuza gəlin yapın. Hovuza bax, buxar sıxır orada. Uşaqlar, gecəni son olaraq tamamlayırıq. Riyad. Yeməkdən sonra içdiniz. Qəşəng də çimdiniz. Gedirik uşaqlar yatmağa. Davay, bugünlük part 1-i sonlandırırıq ha.